Almaniyada pilotlar yenidən tətil elan ediblər. Aksiya səbəbindən yüzlərlə aviareys ləğv olunub. Bəs pilotların tələbi nədir? Bu aksiyada nə qədər sərnişin əziyyət çəkir, izləyək. Almaniyanın ən böyük avia şirkətlərindən biri olan Lufthansa'da pilotların 2 günlük tətili başlayıb. Lakin bu dəfə sərnişinlər üçün vəziyyət bir ay əvvəlki tətil dalğası ilə müqayisədə daha yüngül ola bilər. Tətil əsasən Lufthansa üçün ən vacib hava limanları sayılan München və Frankfurt istiqamətində olan uçuşlara təsir eləyib. Bu hava limanları şirkətin əsas nəqliyyat qovşaqlarıdır. Şirkətin məlumatına görə tətil günlərində planlaşdırılan reyslərin ən azı yarısı həyata keçirilməyəcək. Uzun məsafəli uçuşların isə təxminən 60%-nin baş tutacağı gözlənilir. Lufthansa'nın yük daşımaları ilə məşğul olan Lufthansa kargo bölməsində isə hər 5 uçuşdan birinin ləğv olunacağı bildirilir. Lufthansa deyir ki, bu uçuşu ləğv olunan sərnişinlərə elektron poçt vasitəsilə məlumatlar göndərilir. Pilotların Həmkarlar İttifaqı Vereinigung Cockpit isə bildirir ki, bu dəfə tətil əvvəlki dalğadan daha kiçikdir. İttifaq gündə təxminən 300 uçuşun ləğv ediləcəyini gözləyir və bunu kifayət qədər təsirli hesab edir. Pilotların İttifaqı həmçinin yaxın şərqdəki gərgin vəziyyəti nəzərə alaraq regiona olan bəzi uçuşları tətil siyahısından çıxarıb. Məqsəd sərnişinlərin böhran bölgəsində çətin vəziyyətə qalmamasıdır. Ümumilikdə isə deməli 5000-dən çox pilot 48 saatlıq tətilə qoşulub. Xatırladım ki, fevralın 12-sində keçirilən ilk tətil zamanı təxminən 800 uçuş ləğv olunmuşdu. Pilotların tətilinin səbəblərinə gəldikdə isə bunlar əmək şərtləri ilə bağlı mübahisələrdir. Regional bölümü olan Lufthansa City Line-da pilotlar maaşlarının artırılmasına tələb edirlər. Lufthansa Cargo və əsas Lufthansa şirkətində isə mübahisə daha çox pilotların gələcək pensiya təminatı, yəni kooperativ pensiyaların artırılması ilə bağlıdır. Pilotların Həmkarlar İttifaqı bildirir ki, hər iki məsələdə danışıqlar üçün real və qəbul edilə bilən təklif gözləyirlər.